Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən bulutlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə gecəyə doğru bəzi şəhər ətrafı ərazilərdə qısa müddətli yağış yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21 dərəcə, gündüz 24-29 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65% olacaq. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 16-20 dərəcə, gündüz 23-28 dərəcə. Dağlarda gecə 5-10 dərəcə, gündüz 13-18 dərəcə isti olacaq.